Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Bəhsimiz İmam Hüseyin əleyhissalamın 40-ı, ərbəyin haqqında olacaq. İmam Hüseyin əleyhissalamın 40-ına ərbəyin deyilir. Ərbəyin sözü də həmin 40 sözündəndir. Azərbaycanca 40 deyilir. Yaxşı, bu ərbəyin mərasimi nədir? Bunun tarixçəsi nədir? Nə üçün ərbəyində Kərbalaya milyonlarla insanlar cəm olur? Bugünün tarixi, əhəmiyyəti və fəziləti haqqında. Birinci tarix haqqında danışaq. İmamın 40-ının tarixi ilə bağlı əsas 3 dənə nəzər var. 1. Kərbala hadisəsindən sonra əsirlər karvanı Kufəyə, başqa şəhərlərə, Şama aparılır, Dəməşqə aparılır. Ondan sonra əsirlər geriyə qaytarılır. Yezid yalandan deyir, peşman olmuşam, bilməmişəm və ilaxır, Allahın lənəti olsun ona, əsirlər karvanı geriyə qaytarır. Əsirlərin xahişi bu olur ki, bizim qaytaranda, Kərbaladan qaytaran biz Kərbalanı ziyarət eləyək. Əsirlər karvanının qaydanda Kərbalanı ziyarət etməsi Səfər ayının 20-sinə təsadüf edir. O da İmam Hüseyin əleyhissalamın aşurasından keçəndə 40 gün edir. İkinci nəzər, İmam Hüseyin əleyhissalamın qəbrinin ilk ziyarət edən onu 40-ında ziyarət etmişdir. Və o da Peyğəmbərimizin, Allahın salamı olsun ona və pak əhli beytinə sahabəsi Cabir ibn Abdullah Ənsari olmuşdur. Cabir haqqında əlavə ayrıca danışacağıq. Cabir Peyğəmbər sahabəsidir və imamın 40-ında onun ziyarəti Kərbalada olmuşdur. Belə deyək, Cabirin Kərbalaya gəlişi, İmam Hüseyin əleyhissalamın qəbrinin ziyarəti Səfər ayının 20-sinə imamın 40-ına təsadüf etmişdir və həmin gündə imamın 40-ı hesab olunur. 3. İmam Hüseyin əleyhissalamın bildiyiniz kimi mübarək başını bədənindən Kərbalada ayrılırlar. Nizəyə vururlar, şəhərlərdə gəzdirirlər. Yezdin sarayına aparırlar, Allahın lənəti olsun ona. Və sonda o baş Səfər ayının 20-sində, yəni İmam Hüseyin əleyhissalamın aşurasından 40 gün sonra bədəninə qaytarılır. Həmin gün imamın 40-ı ərbəyin hesab olunur. Deməli, 3-cü nəzərə əsasən ərbəyin o gündür ki, İmam Hüseyin əleyhissalamın mübarək başı cəsədinə qaytarılmışdır, Kərbalada dəfn olunmuşdur. Bu tarixi bir hadisə. Amma tarixi hadisədən əlavə çox maraqlıdır. Əhl-i beyt imamlarımız, Allahın salamı olsun, onlara ərbəyinə, imamın 40-ına xüsusi diqqət ayırıblar. Bəli, xüsusi diqqət ayırıblar. Necə? 1. Onun möminin həqiqi şiəni əlaməti hesab ediblər. 11-ci imamımız, İmam Həsən Əskəri əleyhissalamın buyurduğu kəlama əsasən möminin 5 nişanəsi var. 1. 51 rükət namaz. 17 rükət namazdan əlavə, gündəlik vacib namazdan əlavə müstəhəbbi nafilə namazları var. Onlar bir yerdə 51 rükət edir. 2. Ziyarətül ərbəin. İmamın 40-ında imamı ziyarət etmək. 2. 3. Sağ ələ üzüyü taxmaq. 4. Səcdədə alnını torpağa qoymaq. 5. Bismillahirrahmanirrahim ayəsini ucadan demək. Bunların hamısının izahı var başqa vaxtı. Amma indi bizim mövzumuz budur ki, İmam Həsən Əskəri əleyhissalam öz hikmətli kəlamında həqiqi şiənin, həqiqi möminin 5 əlaməti olduğunu vurğulayır. Onlardan biri də budur ki, həqiqi mömin, həqiqi şiə imamın 40-ında özünü Kərbalaya çatdırar. Əlavə olaraq da o gün üçün xüsusi ziyarətnamə Əhl-i Beyt imamlarımızdan nəql olunmuşdur. İmam Sadiq əleyhissalam ərbəyinlə bağlı bir ziyarətnamə nəql edib, kitablarda var. Məfatül Cinan kitabı Azərbaycanca tərcümə olunub, mərhum Şeyx Abbas Qulunun və digərləri ziyarət kitablarına baxa bilərsiniz. Belə məlum olur ki, həmin gün nəinki imamın ziyarətinə getmək lazımdır, hətta o ziyarətə gedən həqiqi şiə, müsəlman, mömin hesab olunur və əlavə də həmin gün üçün xüsusi ziyarətnamə vardır. Niyə ziyarətnamanı dedim? Çünki İmam Hüseyin əleyhissalamın ziyarəti 2 cürdür. Ümumiyyətlə, Peyğəmbər və onun pak əhl-i beytin ziyarəti 2 cürdür. Ümumi, nə vaxt istəyirsən ziyarət elə. Hasan yolun düşsə, get Kərbalaya, get Mədinəyə, get Nəcəfə, get Məşədə. Amma var xüsusi, bəzi günlər var bizə tapşırıblar ki, həmin gün gedin Kərbalaya. Həmin günlərdən biri də Kərbala ziyarətinə imamın 40-ında getməkdir. Yaxşı, niyə məhz 40 ədədi? Nə üçün 40? Bundan öncə dedik, 40-ında, Səfər ayının 20-si imamın 40-ında başı bədəninə birləşib, əsirlər karvanı Kərbalaya ziyarətə gəlib, Cabir də gəlib. Bundan əlavə, bəzi alimlərin rəyinə əsasən, xüsusən Allah hifz eləsin, böyük alim, müfəssir, filosof, həkim, Ayətullah Cavadı Amili ağanın fikrinə əsasən 40 ədədinin xüsusi bir əhəmiyyəti var. Bəli, onun buyurduğuna əsasən 40 ədədinin özü xüsusi bir əhəmiyyəti var. Baxın, Peyğəmbərlərin əksəriyyəti 40 yaşında Peyğəmbərlik verilir. Qur'an-ı Kərimə əsasən Musa Peyğəmbəri Allahla dağda söhbət eləyəndə 40 gün çəkir. Gecə namazında dua eləyəndə 40 möminə dua eləyək.
41 etsən olmaz, olar, amma nəsə sifariş 40 üçün gəlmişdir. O cümlədən də İmam Hüseynlə bağlı vardır ki, İmam Hüseyn İslamın şəhadətindən sonra ona göy və yerdə 40 gün matəm saxlanılıb. O ağlayıblar ona. Göylərdə və yerdə İmam Hüseynə matəm saxlayıblar və göy əhli və yer əhli İmam Hüseynə 40 gün ağlayıb. Və bununla da nəticə alırlar ki, 40 ədədinin xüsusi bir əhəmiyyəti var. O cümlədən də Kərbəla ziyarətində 40-ında getməyində Aşuradan 40-a qədər xüsusi hadisələr baş verir. Qeyb aləmində, mənəvi aləmində elə hadisələr baş verir ki, onu biz görmürük. Amma imamlarımız görür, bilir və ona görə bizə sifariş edir ki, gedin. Görməsəniz də savabını qazanın, bilməsəniz də fəzilətini əldə edin. Və çox maraqlıdır. O cümlədən də İmam Hüseyn əleyhissalam Əhl-i-Beyt imamlarımızın arasında yeganə imamdır ki, onun 40 ziyarətnaməsi var. Yəni, digər imamlarımızda ziyarət var, məxsus günlər də var. Gedin filan gün ziyarət edin. Amma imamın 40-ı yoxdur. Nə Peyğəmbərimizin, Allahın salamı olsun ona və Əhl-i-Beytinə, nə də Əhl-i-Beyt imamlarımızın, hətta xanım Fatimə Zəhranın 40-ında ziyarətnamə yoxdur. Amma İmam Hüseyn yeganə imamdır ki, onu 40-ında ziyarət etmək və tapşırılır və onun ziyarəti vardır. Bunlar da hamısı onu göstərir ki, Ərbəyin xüsusi bir sifarişdir Əhl-i-Beyt tərəfindən. Yaxşı, sual oluna bilər. Bunun bəs ictimai-siyasi tərəfi nədir? Nə üçün Əhl-i-Beyt imamlarımız İmam Hüseyn əleyhissalam üçün bunu xüsusi olaraq sifariş ediblər? İmamın 40-ı İmam Hüseyn əleyhissalamın əzəmətinin, şəxsiyyətinin və onun məktəbinin və xüsusən də o Kərbəla məktəbinin yaşamasının və şiənin qüdrətinin nişanəsidir. Alimlər belə buyururlar. Doğrudan da belədir. Baxın, siz nə vaxt istəsəniz İmam Hüseyn əleyhissalam ziyarətə gedə bilərsiniz. Ramazan ayında imamın ziyarətnaməsi müstəhəbdir. Əhyə gecələrində müstəhəbdir. Rəcəb ayında müstəhəbdir. Şaban ayında müstəhəbdir və Fitr bayramında, Qurban bayramında müstəhəbdir. Ərəfə günündə müstəhəbdir. Hər cümə axşamı İmam Hüseyn əleyhissalamın ziyarəti müstəhəbdir. Amma 40-ını isə imam buyurub ki, 40-ına gedən həqiqi mömindir. Həqiqi mömin hasan olur, 40-ına gedir. İmam sanki bu sözü ilə bütün şiələrin, Əhl-i-Beyti sevənlərin əleyhimussalam, Kərbəla məktəbini yaşatmaq istəyənlər üçün buyurub ki, bir yığışacaq yeriniz olsun, möhtəşəm, əzəmətli bir yeriniz olsun. O da nə vaxtı? İmamın 40-ındadır. Aşurada da gedə bilərsiniz. Hər cümə axşamı da İmam Hüseyn ziyarətnaması var, hər həftə. Amma imamlarımız bir gün təyin ediblər və bunu həqiqi möminin şiənin əlamətə qərar veriblər. Bu da şiənin qüdrətidir, şiənin bugün əzəmətidir. Doğrudan da belədir. Açıq-aşkar baxın, bir neçə gündən sonra görə bilərsiniz. İmamın 40-ında Kərbalaya toplaşan insan nəinki Kərbalada, heç bir dünyada, heç bir yerdə o insanlar olmur. Bəli, baxa bilərsiniz. Düzdür, dünyanın mətbuat orqanları, mediası boykot edirlər. Əhl-i-Beytə, İslama olan kinindən, nifrətindən, siyasi düşüncələrindən onu vermirlər. Amma bu günləri reallıq bundan ibarətdir. Sosial şəbəkədə daha heç bir şey gizlətmək olmaz. Dünyada ən möhtəşəm, ən əzəmətli, ən şövkətli, ən böyük mərasim Ərbəin məclisi hesab olunur. Rəsmi İraqın verdiyi məlumata əsasən, kameralarla, üz kameralarının hesablamalarına əsasən indiyə qədər 27 milyon insan ora olub. Yəni günlər müxtəlif qalır. Keçən məsələn 22 milyon idi, amma fərqli Ərbəin illəri var. Ən üstünü 27-30 milyon deyənlər də var. Bu şiənin dünyaya qüdrətidir. Mənim şəxsi araşdırmamı deyim sizə. Şəxsi araşdırmam budur. Ərbəyindən qabaq, Kərbaladan qabaq bircə Hindistanda bir məbəddə ən böyük möhtəşəm məclis olub. Bütpərəstlərin, bəli, və mediada bunu işıqlandırıb. 7 milyon, 10 milyon deyirlər. Hindistanda bir məbəd var, ildə orada bir gün var, hamısı ora yığışırlar o məbədə. Amma Kərbalada isə ondan daha çox insan olur. Bu günləri əgər dünya gözünü açsa, açıq-aşkar bunu görə bilər. Ən çox insan dünyada bir gündə, o da Kərbalada İmam Hüseyn əleyhissalamın qəbrinə toplaşır. 30 milyona yaxın insan olur. Ərbəin ziyarətində adətən həm İraqlılar, həm də xaricdən gələn insanlar ora piyada gedirlər, yəni ayaqla gedirlər. Bu vacibdirmi? Xeyr. Əsas Ərbəyində imamın qəbrini ziyarət etməkdir. Başqa günlərdə də imamın qəbrinə piyada gedə bilərsiniz. Aşurada, başqa günlərdə imamın ziyarətə gedənlərə imamlarımız buyurur ki, hər addımına savab verilir. Amma xüsusi olaraq Ərbəyində bunu piyada getməyi isə Əhl-i-Beyt imamlarımızı, alimlər Qazi Tabatabai İmam Hüseynlə bağlı bir kitab yazmışdır, İmamın 40 ilə bağlı. Onun araşdırmasına əsasən Ərbəyində Kərbalaya tərəf hərəkət etmək imamlarımızın dövründən şiələrə tövsiyə olub. Əməvilərin, Abbasilərin dövründə də bunu şiələr eləyiblər və xüsusi olaraq da İraq cəmaatı burada
böyük rol oynayıb, amma Səddam rejimi aradan gedəndən sonra isə bu günləri görürük ki, təkcə İraqlar yox, dünyanın müxtəlif yerlərindən milyonlarla insanlar İmamın qırxında Kərbəla ziyarətinə gəlir və bu dünyanın ən böyük mərasimi hesab olunur. Baxmayaraq ki, bir daha bundan öncə dediyim kimi dünyanın media mətbuat orqanları bunu işıqlandırmırlar. Maraqlıdır. Ərbəyin ziyarətində, Ərbəyin yürüşündə milyonlarla insanların arasında İraqlı olmaqla yanaşı xaricdən də dediyim kimi digər insanlar da buna qatılırlar və hətta onların sayı ildən ilə artmaqdadır. Və hətta çox maraqlıdır, onların arasında nəinki şiyələr, hətta əhl-i sünnə qardaşlarımız, nəinki müsəlmanlar, hətta xristiyanlar və izədilər, digər dinlərin, məzhəblərin də nümayəndələri orada iştirak edirlər. Və bu yürüşə alimlər də qatılır. Bəli, bəli. Böyük-böyük alimlər, ayətullahlar, müctehidlər, tanınmış şəxslər, dahilər də bu Ərbəyin yürüşündə iştirak ediblər. Onların adları qeyd olunmuşdur. Onların arasında Şeyx Murtaza Ənsari tanınmış alimlərdən, onun dövründən belə tarixi hadisələr var ki, onlar da özləri bu ziyarətə, Ərbəyin yürüşünə, piyada, İmamın qırxında Kərbəla ziyarətinə getməyə qoşulublar. Allah bizi Ərbəyin ziyarətinə gedənlərdən və ziyarəti qəbul olan şəxslərdən qərar versin.